Biri gəlir nəsə doktora, qolun burası bildiyin gömgöy hərfdir. Gəlir nəsə terapevtin yanına, Qadir deyir ki, ay doktor, qadan alım, problemim var. Deyir, nə olub? Kişi. Qadir ki, qolum yaman göy hərfdir. Hə, deyir, soyun bir baxım, deyir, soyunur, baxır, görür ki, bura bildiyin sinyak, sağ əli. Gömgöydür, dana başa düşdüm, bərk göy hərfdir. Belə deyən kimi doktor Qadir buna belə sifətinə belə baxır, atdan yuxarı belə süzür, belə bax. Get, CD analizi gətir. Belə deyən kimi bunun gözü kəlləsinə çıxır. Qol hara, Qol hara, CD analizi hara, bunun buna nə dəxli var? Belə siz hamınız, doktorlar, yalancısınız, cəmaatın başına oynatırsınız. Mən gəlmişəm ki, mənim qolum göyərifdir, bu problemdən siz mənə deyirsiniz ki, CD analizi gətirdim, hər şey biz tərsinə işləyir, nə bilim, nə. Bununla nəsə dilxoru başqa doktor da yoxdur, ancaq bu bilir. Başa düşdüm, bunun yanına gəl. Ayrı alternativa yoxdur ki. Ona yönəldiblər ki, bu sən ərdivə çarə tapasın. Saat dedim, yer get, CD analizi gətir. Nəsə kör peşman, hə yaxşı, sabah gətirərəm. Nəsə gedir CD analizi, bir dənə qab alır, gəlir evə, nəsə şeyi götürür, kombin radiatorundan oradan belə vız, biraz oradan tökür. Biraz nə bilim özünün analizi, biraz oradan gedir yoldaşının analizi, qızının analizi, oradan evində pişik saxlayır. Pişiyin analizi, qaynanasının analizi, nəsə hamısını belə qarışdırır. Kokteyl düzəldir bu. Kokteyl düzəldir. Gəlir nəsə maşına binəndə, maşın da kapotunu belə açır. Oradan da. Tormuzun jitkisindən də bir balaca isinə belə damızdırır. Deyir, hə, mənim başıma oynatsız doktorlar. İndi verəcəm analizi, qoy vaxtında biraz da bunlar əziyyət çəksinlər. Nəsə, yenə qolu belə vəziyyətdə, nəsə gətirir, verir analizi. Deyir ki, doktor, get, gün ortadan sonra saat 2-də gələrsən. Yəni, nəsə saat 2-də gəlir yanına. Doktor bir bax, hə qardaş, məsələ yaman çətin məsələdir. Deyir, nə məsələdir ki? Qolu belə. Qadir ki, pişiyinizdə hər şey normaldır. Təcrübəsi var. Qadir ki, pişiyinizdə hər şey normaldır. Dün günü marketdən aldığınız o viskasdan zaddan basır. Bomba kimi, Garfield kimi gəldir, gəzir özü üçün. Hər şey bombadır. Kızınız, baxmayaraq ki... Tamam eliniz. Qulaq. Kızınız... Bir konkret dəqiq deyir hamısı. Kızınız baxmayaraq ki, 18 yaşına tam... Amma bətnində uşağı normal inkişaf eləyir. Nə bilim, nə belə, bunun gözü çox... Danışırdım, nə sonra bura. Qadir ki, amma qaynananızda vəziyyət biraz çətin. Biri deyən kimi, Qadir ki, nə olub ki? Qadir ki, biraz o xəstəlikdən tutub, müalicəsi var, amma bizdə burada dövlətdə yox, İsrailə getməlidir. O müalicəsi nəsə İsraildədir. Biri deyən kimi, Qadir bir bax, kombində vəziyyəti pis deyil. Kombində vəziyyəti pis deyil. Radiator hələ bir 10 ildə sənəm nəsə şey eləyəcək, nə bilim, nə. Yoldaşınızın isə hastayanlı deyir, başı ağrıdığı üçün sizlə yaxın ola bilmir. Ona görə siz deyir, girirsiniz deyir tualetə, özünüzdən yaxın olursunuz. Ona da baxaraq ki, tualetimizin biraz deyir, kvadraturası balacadır. Siz özünüzlə məşğul olanla belə sağ dirsəyiniz dəyir divara, göyərti, onun göyərtisidir belə deyən kimi. Vay! Başım tutur, otaqdan qaça-qaça belə gedəndə Qadir bax, hey! Tormuz jitkisində dəyişdir günən, avariyeli baş olassan. Bu neydi o? Bunu paylaşlar. 400 min gələcək qaqam. Oy, bu neydi o? Başın... Allah qəcdahasan sən. Bir anekdot var ama. Oy. Baxarsan dala ver. Allah'ın olsun yani şedevr da. Gözümdən yaş gəldi. Ağladırsan hər dəfə məni.